Deməli, bu tip çıxım məsələlərində birinci baxırıq ki, məhsulun çıxımı nə qədərdir? 50%. Bu 50%-i yazırıq ki, yəni çıxımımız 50%-dir. Əsas şərt baxmaq lazımdır ki, kitabda verilən nəyin qiymətidir? Bax, deyir, karbamid almaq üçün. Yəni, verilən bu 30 kiloqram bizim məhsulumuzdur. Biz də bilirik ki, çıxım məhsula aiddir. Yəni, məhsulumuzun çıxımı 50%. Nə qədərsə biz məhsul var idi, çıxımla, yəni 50%-ni almışıq biz. İndi bizə deyir ki, 30 kiloqram karbamid almaq üçün. Deməli, 30 kiloqram karbamid almaq üçün biz nə qədər götürməliyik karbamidi? 60 kiloqram götürməliyik ki, onun 50%-i 30 eləsin. Lap şifahi tapa bilmirsə yazırsınız. Yazırsınız ki, 30 kiloqramımız 50% çıxımlandırsa, bəs 100% ilə nə qədər olmalıdır? X-in buradan 60 olduğunu tapırsınız. Deməli, karbamidimiz 60 imiş. Onun elə bir 50% çıxımla 30-u gəlib bizə çatıb. Elə 60-la hesablamanı aparmaq lazım. MR də 60 yazırıq. Bir də neçə kubmetr amonyak. Altında 2 var, 22,4. Hələ X-i litr kimi götürə bilərik. Çünki burada verilən kiloqramladır. Soruşulan kubmetrlə hələ kiloqramı qrama çevirəndə elə metri kubmetr litrə çevirmək eyni şeydir. Ona görə elə necə var, elə saxlayırıq. X-imiz də burada nədir? 44,8. Cavabımız deməli Y bəndiymiş. Yox, birdən məsələn, desəydi ki, 30 kiloqram karbon qazı istifadə olunub, reaksiyaya girib. Onda baxırdınız ki, 30 kiloqram əgər karbon qazı veribsə, karbon qazı nə idi? Başlanğıc maddə idi də, düzdür? Başlanğıc maddənin məhsula heç bir dəxli yoxdur. Yəni 30 idisə 30 yazacaqdınız. Buradan tutalım ki, karbamidi tapacaqdınız. Məsələn, atıram 60. Onda siz bu 60-ın 50%-ni tapmalısınız. Sonradan tapmalısınız. Deməli, əgər başlanğıc maddə verilibsə, başlanğıc maddənin qiymətini olduğu kimi yazırsınız tənasübün üstünə, tənliyin üstünə. Sonra X-i tapırsınız, tapdığınız X-in 50%, yəni məhsulun çıxımını tapırsınız. Yox, əgər birinci verilən, kitabda verilən qiymət məhsulun qiymətidirsə, deməli o sizin çıxımınızdır. 50% ilə onu almısınız. 100%-ni tapıb tənasübdə, yəni tənlikdə yerinə yazmalısınız, başlanğıc maddəni tapmalısınız. Başlanğıc maddə tapandan sonra heç bir faiza da ehtiyac yoxdur.